Peyğəmbərlərin vəzifələrindən biri vəhdət yaratmaqdır. Peyğəmbərlər ki, gəliblər, vəhdətə xidmət ediblər. Vəhdət və ayrılıqdan uzaq qalmaq ilahi bir vəzifədir. Quran buyurur, və'təsimu bihablillah. Vəzifədir bizə. Allah bizə əmr eləyibdir, vəhdət təşkil eləyək. İstəsəm eləyərəm, istəsəm eləmərəm, xoşuma gəlmir, yox, vəzifədir. Vəhdətin mehvəri Allahın dini, Quran və Əhl-i-Beyt olmalıdır. Nəyinsə üzərində müsəlmanlar vəhdət təşkil etməlidirlər. Nəyin üzərində? Deyir, din üzərində, Quran üzərində, Əhl-i-Beyt üzərində. Nəinki millətçilik üzərində, belə deyə, hansısa başqa prinsiplər üzərində, dil üzərində. Bəli, müşahidə olunur, hətta dindarlar, adlarını çəkmirəm, filan millətlər toplanıbdır. Filan millət, millətçilir, bəli, yığışırlar bir yerə, başqa dildə danışırlar. İslam dini bunu qəbul etmir. Tənqid eləyir. Millətindən, dilindən asılı olmayaraq, irqindən asılı olmayaraq Allah dini əsasında və Quran Əhl-i-Beyt əsasında birləşmək lazımdır. Allah əyani şəkildə hər il həcdə bunu göstərir. Vəhdət Allahın böyük bir nemətidir. Quran-ı Kərim onu vəhdəti, nemət adlandırır. Buyurur, vəzkuru ni'mətallah. Allahın nemətini yadınıza salın. Siz ixtilaf eləmişdiniz, Allah sizin aranızda vəhdət yaratdı. Vəhdət ilahi bir nemətdir.